Mayın 25-də olan imtahanda iştirak etmiş və növbəti imtahanda səhv etməyəsən deyə müstəvi üzərində verilmiş nöqtəyə uyğun olaraq simmetrik nöqtənin tapılması qaydasını izah edəcəm. Qayda belədir ki, əgər OX oxuna görə simmetrik olan nöqtə deyirsə, baxın burada x-i veribdirsə biz x-i dəyişmirik. Bu nöqtəyə uyğun simmetrik nöqtə x-i dəyişmədən x mənfi y, y-i dəyişirik. Hansı yazılmayıbsa onu dəyişirik. Nümunə üzərində baxaq. X-in dəyişmirik, y-in dəyişirik. 3 və mənfi 2. O y oxuna görə simmetrik olan nöqtə deyirsə, burada da y veribdir. Bu səfər x-i dəyişirik, y-i dəyişmirik. Həmin nöqtə də olur mənfi x və y. X-i dəyişdi, y-i dəyişmədi. Yəni burada da A nöqtəsi olacaq mənfi 3 və 2. Koordinat başlanğıcına nəzərən simmetrik olan nöqtə deyirsə, adətən suallarda 0,0 nöqtəsinə nəzərən də deyə bilər bunu. Burada hər ikisini dəyişirik. Yəni A nöqtəsinin simmetriki olur mənfi x və mənfi y. Nümunə üzərində də A nöqtəsinin simmetriki mənfi 3 və mənfi 2. Videonu paylaşaraq lazım olacaq adamlara göndərə bilərsiniz.